Yəni səsimdə də qırılma yoxdur ki. Yaxşıdır Fərid. Kamera açmaq istəyərdim də, prosto indi səsim gedir orada. Nədənsə bilmirəm da, kontent başqa açıb bu gün. Hə, başlayım. Hə, tamam. Üçüncü hissəsi metabolik acillər bölməsinə gəldik, çatdıq. Metabolik acillər praktik onkoloq üçün mühüm bir problemdir. Çünki niyə? Xəstəyə həm terapevtik yöndən, həm terapevtik etməsək belə, xərçənglərin bütün növlərində, yəni bir yan təsirləri, plus da yeni innovativ terapiyalar birlikdə etdiyimiz zaman da meydana çıxa bilər. Yəni bu ağır fəsadlarla ölümlə nəticələnə bilər. Plus da müalicəmiz gedə-gedə xəstəmizə bir sıra yan təsirlər baş verə bilərik. Yəni metabolik acillər bir sıra komplikasiyalı bir mövzudur. Metabolik acillərdən xüsusilə 4 dənə acil durumumuz var. Hiperkalsemiyadır, hiponatremiyadır. Bu da uyğun olaraq ADH salınımı fonunda yaranan hiponatremiyalardır. Bir də laktik asidoz plus hipoglisemiya, yəni bunlar ayrı-ayrı da olur. Və ən sonunda isə adrenal yetərsizlik fonunda izah edəcəyik. İlk öncə hiperkalsemiyaya başlayaq. Hiperkalsemiyanın kölgəsində həyati risklərimiz var. Normalda insan bədənində kalsiumumuz gündəlik 1 qram qəbul edirik bağırsaqlardan. Onun 0,2 qramı bədənimizə daxil olarkən 0,8 qramı bağırsaqlardan xaric olur. Bədənimizdəki kalsiumun da 10 qramı günlük olaraq böyrəklərdən filtrasiya edərkən 9-18 qramı geriyə sorulur, reabsorpsiya edir. Sümüklərdən isə 1 kiloqram kalsium olduğu halda onun 0,5 qramı günlük olaraq bədənimizdə dövr edəcəkdir. Hiperkalsemiya bildiyimiz kimi qan plazmasında kalsiumun çox olmağıdır. Biz hiperkalsemiya termini bu sərfdə plazmada olan kalsiumun çoxluğundan nəzərdə alacağıq. Hiperkalsemiyanın bütün xərçəng xəstəliklərində 20-30%, hətta bəzi mənbələr, yəni son 2024 mənbələrində 44% olduğu qeyd olunur. Yəni hiperkalsemiyalı bir xəstəyə heç əlimizi vurmasaq belə, yəni müalicə etməsək, onu baxsaq görsək ki, hiperkalsemiyası var və həkim risk eləməsə, 30 gün müddətində xəstə vəfat edəcəkdir. Yəni bunun bir təkamül trayektoriyası 30 gün müddətinə gedir. 30 gündən sonra xəstə yəni 29-cu gündə belə nə eləsən 30-cu gündə artıq vəfat edəcəkdir. Simptomlar toplusuna gəldiyimizdə bizim hiperkalsemiyada bir mnemonikimiz var idi. Stone bones, Grant Mons. Stone dediyimiz böyrək daşlarıdır ki, bu da böyrək çalışmazdan gətirib çıxarda bilir. Sümüklərimiz zədələyici sümük olur. Xüsusilə də osteoartrit fibroza sistika deyəsən belə bir xəstəlikdir, klassik olaraq. Muansa gəldiyimizdə muansla psixiatrik overtones birdir. Letargiyalar, fətkiyalar olur, hətta yaddaş itkiləri gözlənilir. Abdominal qronslara isə ürəkbulanma, qusma, qəbizlik aid edilir. Müasir tipi laboratoriyalarda biz yəni istər xərçəngli olsun, istər xərçəngsiz olsun, acilə gələn hər bir xəstədən bir qan qazı dediyimiz bir tipik analizimiz olur. Qan qazını götürdük. Baxırıq xəstədə hiperkalsemiya var və bu hiperkalsemiyanı xəstə stabilləşdikdən sonra həkim özü əgər maraqlı gələrsə bunu necə deyim, araşdıra bilir və bu fəsadlı, yəni qarşıdan gələn fəsadları mümkün qədər xəstənin sağ qalmasını təmin edə bilər. Xərçəng xəstəliyinin hiperkalsemiyanın yaranmasına əvvəllər 4 sistematika var idi. İndi 5-ci forması olan bone resorptive cytokines vardı. Ən çox olan parathormone related protein peptiddir. Yəni bu sümük kalsiumla əlaqəli gedir. Daha çox döş xərçəngində, ağciyərlərdə və digər xərçənglərdə rast gəlinə bilər. Beyin karsinomlarında müşahidə oluna bilər. Daha sonra sümük metastazlarıdır, ektopik parathormon sintezidir.
kalsitriol production'ımızdır ki, bu da 1%-dən az limfomalarda rast gəlinir. Bağırsaqlarda kalsium absorpsiyasını təmin edərək hiperkalsemiya səbəb ola bilir. Osteolizis bu paratormon related peptidlə paratormona uyğun olaraq baş verə bilir. Həmçinin də bon metastazlarda ola bilir. Yəni osteoliz proses baş verir və kalsium xaric olacaqdır. Bon resorptive stockings də yeni çıxdı dediyimiz kimi. İndi gələk paratormon related peptidə görək. Maraqlıdır. Bu paratormon related peptid, paratormon tip 39. Tip 39 paratormonun ikinci alternativ formasıdır. Bu üçü də eyni bir gen ailəsindən sintez olunandır. Sadəcə 9-cunun NH2-3 peptidi orada funksiyon olaraq bunlardan fərqlənəcəkdir. Hər bir peptidin uyğun olaraq 2 dənə paratormon uyğun reseptorumuz vardır ki, onlar da özünə müvafiq olaraq həssaslığı göstərilir. Məsələn, paratormon related peptidimizdən paratormon 1 reseptorundan daha çox olur ki, bunların hər ikisi də J protein asılıdırlar və bu daha çox sümük sistemində, yəni dayaq hərəkət aparatındakı kalsium, fosfor mübadiləsində daha dəqiq desək, daha çox fəaliyyət göstərdiyi halda paratormon 2 təsirləri hələlik çox araşdırmalar olur. Həm mərkəzi sinir sisteminə təsir vardır, həm kardiovaskülərə, həm neuroendokrin sisteminə daha çox təsirlər vardır ki, mərkəzi sinir sistemində daha çox stressdir, anksiyetidir, ağrının yaranmasında daha çox fəaliyyət göstərir. Kardiovaskülərdə əsasən kan basıncının tarazlanmasında, vazodilatasiyada daha çox təsir göstərir. Tip 39-a paratormon 1-də dedik, dayaq hərəkət aparatı olacaqdır. Yəni paratormon related peptidimiz daha çox paratormon 1 reseptoruna hərisdir. Yəni bura paratormon 2-yə təsir göstərmir. Paratormonumuz isə hər ikisinə təsir göstərir. Tip 39-umuz isə paratormon 2-yə, yəni paratormon 2-miz də ora təsir göstərəcəkdir. İndi gələk leykemiya fonunda paratormon related peptidimiz necə təsir göstərir? Paraksin mexanizmi vasitəsilə paratormon related peptidimiz ifraz olunur. 2 mexanizması var ki, böyrək yolu və sümük yolu. Sümük yoluna necə gedəcəkdir? Sümüyə daxil olur, osteoblastlarda ranklı və osteoblastları aktivləşdirən hormon azaldır. Ranklı, yəni artıracaqdır osteoblastların səthində. Rankl osteoklastları aktivə edən bir prekursorsdur. Yəni necə deyim, hüceyrənin səthində yerləşən bir tür hissədir və osteoklastların səthində yerləşən liqanddır. Rankl da onun reseptorudur. Liqand reseptor mexanizmi vasitəsilə osteoklastlar aktivləşir və başlayır sümüklərdə yerləşən yəni sümüyün hissələrini məhv edərək matriksini dağıdır və bu da qana kalsiumu verməsinə səbəb olur və hiperkalsemiya yaradacaqdır. Böyrək mexanizminə gəldikdə müvafiq reseptoruna birləşir və böyrəklərdən kalsium rezorbsiyasını, fosfor ekskresiyasını artırır və serum kalsium düzeylərini artıracaqdır. Bunun nəticəsində də kidney yolu baş verir. Bir də paratormonumuzda həmin mexanizm vasitəsilə kalsium rezorbsiyası fosfatların ekskresiyasını artıraraq yerə hiperkalsemiya olacaqdır. İndi gələk, birdən bir sual yarandı. Paratormon related peptidimiz artarkən paratormonumuzda bir dəyişiklik olurmu? Xeyr, çünki paratormon related peptidimiz, yəni paratormondan asılsız bir hissədir. Yəni bir müqayisəli, bir yarışmalı bir keçirtmir, yəni reseptoru üzrə bir yarışmalı forma keçirtmir. Mən belə bir maraqlı gəldi ki, görün bunlar arasında bir mübarizə gedirmi reseptor bağlı? Deyir, xeyr. Elə bir mübarizə forması yoxdur. Daha sonra gələk, əgər insan qanında kalsium miqdarı çoxdur, tarixçəsinə baxdıq, fizikal eksem etdik. Fizikal eksem Trost və Chovat simptomlardır. Trost simptomu nədir? Manjeti qoluna bağlayırlar, 3 dəqiqə ərzində sıxırlar və insanın əllərinin xüsusi bir bükülməsi şəkli var deyəsən, görün göstərə bilərəmmi? Yoxsa körlük qoyacağammı? Bilmirəm. Ümid edirəm görsənir. Səhv ümid edirsən.
Görsənirmi indi? Hə. Hə, bu mnemonikimiz dediyimiz mnemonikdir. Bones, stones, crons, mons. Bu da dediyimiz ay bu hipokalsemiya aidiymiş. Mən qatdım. Nəysə, hər şey eləyəndə belə olacaq. Aha. O hipokalsemiya aidiymiş dostlar, unudaq oraları. Nəysə, davam eləyək. Hə, əgər physical examdır, tarixçəsindən baxdıq, kalsium serumda kalsium miqdarı artmışdır. İndi nə edəcəyik? Görək bu əlaqəli bir paratormonla əlaqəli bir şeymiş. Baxırıq indi ona. Normal və yaxud da qalxmış paratormondursa, primer hiperparatiroidizmdən family hiperureki hiperkalsemiyadır ona baxacağıq. 24 saatlıq sidik müayinəsi edəcəyik. Oradan kalsiyuma baxacağıq. Əgər qalxıbsa, 200 mg-dan çoxdursa, primer hiperparatiroidizmdir bu. Əgər aşağıdırsa, family hiperureki hiperkalsemiyadır. Bunu nə edəcəyik? Davamlı müayinələr eləyəcəyik. Hiperparatiroidizmdən alacağıq. YGF-i müəyyən eləyəcəyik. Sümükdə mineral sıxlığı müəyyən eləyəcəyik. O şəkildə davam eləyəcəyik və xüsusi müəyyən əməliyyatmı yoxsa davam olduğunu təyin eləyəcəyik. Daha sonra əgər paratormon miqdarımız aşağıdırsa, paratormon related peptidimizə baxırıq. Paratormon related peptidimiz əgər artsa, bir malignansiyadan şübhələnə bilərik, xüsusən də neuroendokrin tumorlardan. Normaldırsa, kalsitrolumuza baxacağıq. Kalsitrolumuz əgər artıbsa, limfomalardan idiopatik hiperkalsemiya ola bilər, infantil olaraq. Normaldırsa, artıq keçəcək kalsidiola baxacaq, 25 hidroksi D vitamininə. Əgər o artıbsa, yəni D vitamini intoksikasiyasına asılıdır. Normaldırsa, multiply myelomadır və digər neuroendokrin disorderlardır və yaxud da viral xəstəliklərdir. O zaman müəyyən edə bilərik. Hiperkalsemiya əsasən iki qrupa bölünür. Low risk olarsa ambulator şəraitdə, high risk olarsa xəstəxanaya yerləşdirib stasionar şəraitdə müalicə edəcəyik. Yəni low risklərlə high risklər də burada qeyd edilibdir. Yəni daha sonra hiperkalsemiya xəstəliklərinin müalicəsinə gəldiyimizdə necə gedəcək? 0.9 sodium xlorid məhlul edəcək, natri xlorid məhlul edəcək. 2-3 gün müddətində aqressiv terapiya edəcək. Kalsitonin verəcək xüsusilə də. 4-8 subkutan şəkildə vuracaq. Bifosfatlardan pamidronat, zoldronik asid. Daha çox pamidronat istifadə olunur. Zoldronikin effektivliyi, yəni ikisi də eyni təsirə malikdir, amma pamidronat daha yaxşı müalicə etdiyini qeyd etmişdilər. Kortikosteroidlər, kalium nitratlar veriləcəkdir və denosumab veriləcək. Denosumabın mexanizmi osteoklastlar, prekursorlarımız rankl liqantına bağlanmasının qarşısını alacaqdır və bunun nəticəsində osteoklastlar aktivləşib sümüyün matriksini dağıdıb qanda kalsium miqdarını artırmaz. Bir də burada yazmışdım ki, zehni vəziyyətdəki bir dəyişiklik varsa xəstədə kalsitonin və dializ tədbirləri görüləcəkdir. Yəni hiperkalsemiya. Ya sözüm tamamlandı, keçəm digərsinə. Bunlar ikinci seçenek olaraq gedir. Bu birinci seçenek preparatlardır. Acıda birinci seçenek var, ikinci seçenek var. İkinci seçenek olaraq bifosfat plus kortikosteroid plus kalium nitrat plus denosumab. Üçüncü seçenekdə artıq dializdir. Hiperkalsemiyadan daha sonra ikinci acilimiz hiponatremiyadır. Amma ona uyğun olaraq uyğunsuz ADH salınım sendromudur. Hiponatremiya qanda, yəni serumda 135 mmol-dan aşağı olmasıdır. Xəstəxana acil şöbəsinə xəstə gələcək. Bulancı, qusma, ağrı, depressiya, yorğunluq və komatoz vəziyyətdə gələ bilər. Bu vəziyyətlərdə
daha çox bu yöndən düşünməliyik. Yəni hiponatremiya olub olmadığını düşünməliyik. Amma xəstədən bir ehtimal acildə uyğun olaraq qan qazı, komatoz vəziyyəti, ümumiyyətcə qan qazı dediyimiz vəziyyəti götürərik. Bulantı qusma ağrıdan bilmirəm necə bu yolla gələ bilərlər, amma komatoz vəziyyəti qan qazından götürüb hiponatremiyadan görünərsə, buradan xərçəng xəstəliyinə düşmək ola bilər. 47% 35-dən aşağıdır, 17-18% orta ağır hiponatrem vəziyyətdə gəlir ki, bu da ilə komatoz vəziyyəti uyğun gəlir. Daha çox kiçik hüceyrə ağciyər xərçənglərində gəlir, amma digər xərçənglərdə də hiponatremiya müşahidə oluna bilər. Hiponatremiya da dediyimiz kimi, yəni sırf xərçənglə dediyimiz kimi olmaya bilər. İshal qusma ilə əlaqədar gastroenteritis fonunda hiponatremiya, hipovolemik hiponatremiya müşahidə edilə bilər. Burada 2023-cü ilin çalışmasıdır. Aşağı natriumla kanser serimizə onların koloniyalaşdırılma, yəni koloniya olması, oksidativ stressə uyğun olması, proliferasiyası gördüyümüz kimi aşağı natriumlarda bu şəkildə olur. Bunun nə kimi əlaqə olduğunu hələ də araşdırmada, yəni xüsusi olaraq qeyd edilməyib, sadəcə mexanizmlərini bəhs etmişdim. Dediyimiz kimi hiponatremiya sürətli forması tutulmalara və komalara səbəb ola bilər. Amma profund hiponatremiya düzgün onkolojik acildir. Yəni serumda baxdıq, hipotonik hiponatremiya, onun da 3 forması var. Hipovolemiya, izovolemiya, hipervolemiya və onların da hər birinin özünə uyğun xəstəlikləri vardır. Yəni bunun xroniki və dediyimiz kimi xroniki və akut, yəni kəskin hiponatremiya fonunda olur. Xroniki hiponatremiya olan xəstələrə aqressiv müalicə etməliyik. Səbəb dediyimiz kimi osmotik demyelination sindromuna, osmotik demyelinasiya sindromuna gətirib çıxarda bilir. Onun yerinə vazopresin antagonistlərindən olan konivapdan, tolvapdan istifadə olunacaqdır. Necə? Dediyimiz kimi antidiüretik hormonumuz toplayıcı kanalların bazal hissəsindəki vazopresin 2 reseptorlarına birləşir və onun siklamev yolu ilə aktivləşdirir və aquaporin 2 vasitəsilə suyun reabsorpsiyasını təmin edir. Amma konivapdan, tolvapdan nə edəcəkdir? Bu reseptorlar blokada eləyir. Yəni bu yollar aktivləşmir, aquaporin 2 getmir və suyun reabsorpsiyası baş vermir. Yəni uyğunsuz ADH sendromunun qarşısını alır yəni. Və natriumun da dışarı atılmasının qarşısını alacaqdır. Bu dedik, osmotik demyelinasiya sindromu nədir? Bizim bu sindrom xüsusilə də dediyimiz kimi uyğunsuz ADH-ın forma sendromunda görülə bilir xüsusilə də. Bu zaman nə baş verə bilir? Bizim beyin hüceyrələrimiz, yəni neyronlarımız çox maye mühitində qalıb, hipervolemiya mühitində qalıb. Biz əgər ona bir aqressiv müalicə etsək, yəni natriumumuz aşağıdır da, hiponatrem vəziyyətidir, hipernatremi vəziyyətini etsək, yenə də bu adaptasiya edə bilməyəcəkdir və daha da azalacaqdır. Miyelinasiya prosesi pozulur və bunun nəticəsində xəstədə pons bölgəsində gördüyümüz kimi pons bölgəsinə və yaxud da beyin kötüyü nahiyəsində belə bir demyelinizasiya prosesi gedir. Bu KT görüntüsü, bu da MRT görüntüləridir deyəsəm və demyelinizasiya prosesi gedir. Bunun üçün osmotik demyelinizasiya hiponatremiya müalicəsində xüsusilə göz alınan bir prosesdir və bunu nə edəcəyik? Gündəlik 8 mg natrium verdiyimizdə xəstə başına 8 meqa qədər natrium verəcək. 8 meqi keçməməli. 8 meqi keçərsək, əlbəttə ki, yenə də uyğunlaşa bilməyəcək və bunun nəticəsində demyelinizasiya prosesi gedəcək. Hətta yüksək riskli xəstələr vardır ki, komatoz vəziyyətində bunu qeyd edirik.
Bu 4-6 mega gün ərzində veriləcəkdir. Yəni orada da 4-6-nı keçməmək şərti ilə. Yəni komatoz və ağır vəziyyətdə gələnlərdə 4-6 verəcəyik. Tutmalar şəklində və yaxud da bulantı, qusma, ishal fonunda hiponatremiya ilə gələn xəstələr 8 mega keçmədən natrium verməyimiz uyğun olacaqdır. Burada hiponatreminin klassifikasiyası və müalicəsi var. Hiponatreminin klassifikasiyası çox maraqlıdır. Grade 1, Grade 3, Grade 4 var. Grade 2 yoxdur. Grade 2 deyir ki, müalicəsi Grade 1-ə bənzəyir. Hətta deyir Grade 2 son dövrlər qeyd olunur. 25-29 aralığı qeyd edilir. Yəni o da gedir Grade 3-dən Grade 4-ün. Müalicəsinə uyğun olaraq deyir Grade 2-ni əlavə eləməsi düzgün çıxmır. Yəni Grade 1 olsun, 3 olsun, 4 olsun. Hətta deyir 1-in simptomları daha ağırlaşanda yəni 3 olur. Yəni 130-dan daha aşağı düşür. Yəni Grade 3 fonunda bir simptomlar göstərir. Yəni Grade 2 kimi bir şey yoxdur, qeyd edilmir. Yəni hiponatremiyanın da dediyimiz kimi müddətə görə sinifləndirilməsi vardır. 48 saatdan aşağısı akutdur, 48 saatdan çoxsa xronikdir. Akutda necə akut prosesdə necə olur? Əgər hiponatremiya sürətli olubsa, yəni beyin hələ buna adaptasiya olmayıb. Simptomları şiddətli şəkildə göstərilir. Xronikdə necə gedir? Uzun sürəlidir. Yəni beyin buna adaptasiya edə bilib. Yəni simptomları yüngül şəkildə göstərilir. Kəskinin müalicəsi necə gedəcəkdir? Əgər simptomatikdirsə kəskin və grade 3-4-dürsə, dediyimiz kimi necə gedəcək? Əgər grade 3-4-dürsə ağır vəziyyətdədir. 4-6 millimol olaraq natriumumuzu təmin edərik. 24 saatda toplam artış 8 millimolu keçməməlidir amma. Bunu xüsusilə qeyd edək. Və bolus olaraq 3%li natrium-xlor məhlulunda 50-100 ml olaraq verməyimiz daha tövsiyə olunacaqdır. Yəni birdən-birə suyumuzu, yəni mayeni atılımını çoxaltmamalıyıq. Grade 1-dirsə əgər kəskin, asimptomatiksə monitor olaraq simptomlar üçün monitorizasiya ediləcək. Yəni gözləmə otağında, acilin gözləmə otağında gözləniləcəkdir. Yox, əgər xronikdirsə 48 saatdan çoxdursa, grade 3, grade 4 səviyyəsindədirsə, burada da yenə 4-6 millimol, 24 saat ərzində 8 millimolu keçməmək şərti ilə burada xüsusi olaraq da nə veriləcək? Desmopressin. Yəni osmotik demineralizasiya sindromunun qarşısını almaq üçün istifadə olunacaqdır və plus 3%li natrium-xlor məhlulu. Grade 1-dirsə, asimptomatikdirsə, simptomlar üçün monitorizasiya eləyəcəyik. Altda yatan səbəbi araşdıracağıq və müayinin bir qısıtlamasını tətbiq edəcəyik. Hiponatremiya bu şəkildə olacaqdır. Sualınız varsa verə bilərsiniz. Sual verə bilərəm. Ümumiyyətlə, başda dedin ki, səhv eləmirəmsə, əgər hiponatremiyası varsa, gəlibsə, xərçəngdən şübhələnə bilərik. Amma yəni bu xəstənin hansı klinik göstəriciylə gəlir? Əgər qusması və s. baxırsa, bu hipovolemik hiponatremiya ilə gələcək. Amma yəni bu mənə o dəqiq deyil. Mən dediyim şeydir, məsəl üçün xəstə gəlibsə, bulantı, qusma, ağrı fonunda bir qan qazı baxmamız daha məsləhətlidir ki, görək bəlkə hiponatremiyası var, yoxdur. Onsuz da koma vəziyyətinə gələn hər bir xəstədə bir qan qazı götürürük və baxırıq, görürük ki, hiponatremiyadır. Onu bir ön sezmirik də. Xəstə əgər vəziyyəti stabil olsa, hiponatremiyanın bir səbəbini araşdırmaq olar. Və ən başda səbəbi də bir kanseri qoymamız daha məsləhətli olar da. Yəni bəlkə xərçəngdir. Buna görə bir xəstəyə bir necə deyim, öngörü deyə bilərik. Çünki məsələn mən oxudum, hiponatreminin 4 hətta 5 növü verib. Yəni əgər qusma ilə gəlibsə, mən düşünərəm ki, hipervolemik olsun, izovolemik olsun. Yəni onda mən düşünmərəm ki, xərçəngdə bunun qusması varsa. Amma əgər heç bir şey yoxdursa, ümumiyyətlə su miqdarı bədəndə normaldırsa, onda hiponatremiya olsa, düşünərəm ki, bəlkə miyeloma falan var.
O da ola bilər. Yəni xəstənin vəziyyəti stabilləşdikdən sonra daha yaxşı baxa bilər də. Acil şöbəsində belə tutub da birdən xərçəksən sən deyə o müalicə getmirlər məncə. Evet, çok sağ ol. Sən sağ ol. Bu bu Hı hı. Bu hissəni açıb mən də başa düşməmişdim. Məqaləni ən sonda yerləşdirirmişəm. Bir sıra tədqiqatlar aparıblar. Siçandan xərçəng hüceyrəsi götürüblər və onların mühitinin aşağı natrium səviyyəsinə yerləşdiriblər, Petri kasasına. Baxıblar, görüblər ki, normalda az koloniyalaşan xərçəng hüceyrələri aşağı natriumda koloniyalaşıbdır. Və oksidativ stressləri maraqlı gəlib ki, bunların oksidativ stressləri nədir olur? Aktiv vəziyyətdə oksidativ stresslər olduğu müəyyən olunub. Həmin koloniyaların proliferasiyaları daha çox olduğunu, invaziyaların, yəni əvvəlkinə nisbətən bir orta yüksək olduğunu göstərmişdi. Prosto conclusion hissəsində tam da niyə olduğunu mən ya başa düşmədimmi, ya da yazmamışdılarmı? Sadəcə mexanizm olaraq qeyd etmişdi. Bir ağırlaşma kimi. Mən bu tədqiqatı sadəcə siçanlar üzərində apardığını görmüşəm deyə tam deyə bilmərəm ki, insanlarda xərçəngin artdığına bir misal. Çünki mən elə bir şey oxumamışam hələ ki. Sadəcə bunu gördüm deyə çox maraqlı oldu deyə yerləşdirdim. Hətta linkini qoydum ki, bəlkə biri deyərdi ki, bu başqa cür bunun kimi gedir də sən səhv başa düşübsən, ola bilər. Çünki mən oxuyanda baxdım gördüm ancaq mexanizmlər yazıb ki, yəni bu miqdarda natrium azaltdıq falan elədik. Yəni ona görə dedim qoy yerləşdirim. O da ola bilər ki, yəni aşağı natriumdursa bəlkə biraz yüksək natriumdur falan. Siz sağ ol. Daha sonra laktik asidoz və hipoglisemi, laktat toplanması ilə gələn səssiz təhdid və beyin bədən zamanı qarşı yanıtımız vardır. Laktik asidozumuz nə? Biz bilirik ki, xərçəng hüceyrələrinin sağ qalmasını təşviq etmək üçün və onkogenlərin idarə etməsi üçün xüsusi özünə görə bir metabolik yolumuz vardır. Buna Warburg effekti deyilir. Warburg özü kəşf edibdir. Bildiyimiz kimi bütün diferensiallaşmış toxumalarımız oksigenli, oksigensiz mühiti olaraq bir maddələrin metabolizması vardır ki, bu glukozanı xüsusilə başına gəlir yazığın. Oksigenli olanda ta ki aerob mühitə gedib oksigen daxil olub onun karbondioksit formasına əmələ gəlib 36 mol ATF yaranana qədər gedir. Buna oksidativ fosforilizasiya deyilir. Bir də var ki, oksigensiz mühitdə glukoza gedir, piruvat yaranır. O da gedir glikolizdə ən sonunda o laktata çevrilir və anaerobik glikoz olaraq 2 mol ATF-imizi bəxş edir. Lakin proliferasiyalaşmış və yaxud da tumor olmuş hüceyrələr oksigenli mühit olsun, oksigensiz mühit olsun, glukozanın daha çox laktat, yəni glikolizin anaerob formasına istifadə olaraq 4 mol ATF-dən yaranmasına istifadə olunacaq. Onun 5% gedir oksigen yaranır. Bu 5%-i mənə maraqlı gəldi ki, 5% nəyə əsasən gedir? Baxdıq, gördük ki, tumor hüceyrəsində Warburg bunu qeyd edir ki, tumor hüceyrəsinin qan damarına yaxın olan hissəsi glukozanı qəbul edir, onu fermentlaşdırır və nə edəcək ki, laktat əmələ gətirəcəkdir. Laktat da qan damarlarının kənarda olan, amma oksigeni olan, daha mühit olanlara TCA siklusu vasitəsilə gedəcəkdir və karbondioksit oksigenə qədər parçalanıb müəyyən miqdarda ATF verəcəkdir. Yəni, bu Warburg effekti deyilir. Laktik asidozumuz nədir? Asidoz deyirik. pH-da 7,35-dən aşağı olsun. Laktat konsentrasiyamız çox olsun. Və buna deyəcək laktik asidozumuz.
Və laktik asidozumuzun acilə gələn hər bir xəstədə laktik asidoz olan kimi xərçəng qeyd etməməliyik. Hərəsinin özünə görə bir mexanizması vardır. Xərçəng hüceyrələrində dedik ki, Warburg effektidir, hepatik disfunksiyalardır və qaraciyər metastazlarında laktik asidoz şərtdir. Yəni xəstədən qan qazı götürdük, sarılıq əlaməti var, gözünün içinə qədər sarıdır, xəstə yəni sirozdadır, yəni metastaz olub olmadığını, hepatomalarda da belə, yəni bu laktik asidoz görülə bilər. Buna yəni müalicə xərçəngin müalicəsi kimi gedəcəkdir. Bir də yenə bir məqalə oxudum və çox maraqlı məqalə idi. Prosto tam necə deyim, bir dənə aid olduğuna görə tam belə təsdiq edilmədiyini düşünürəm. Laktik asidoz inhibitorlar deyilən bir preparat vardır ki, maye ilə birlikdə verilir. Yəni bu vəziyyətdə hər cür potensial səbəblərlə bu gedir. Yəni xüsusi laktatların formasında olur. Bir dəqiqə üzrü sayın gəlirəm. Görsənim yatacaq. Cədvəlim ay bunun da bizi bilir. Burada göründüyü kimi laktat asid inhibitorlar preparatları vardır ki və bu da xüsusi onun bağlandığı reseptorları blokad edərək, yəni GPR A61 deyilən xüsusilə də 7 qıvrımlı proteini bağlayır və o da hüceyrənin xüsusi siqnalizasiya yollarını blokad edir və bu nəticəsində xəstənin ağırlaşmasının qarşısını alır. Hətta deyərdim ki, laktik asidozun zərərsiz eliminasiya etməsinə yardımcı olur. Yəni bu ta nə kimi effektiv olduğunu hələ ki bilmirəm. Daha sonra hipoqlisemiyaya gəldikdə, hipoqlisemiyada dediyimiz kimi qaraciyər xərçənglərdə, hepatomalarda və yaxud onların metastazlarında və bir sıra xərçəng xəstəliklərində görülür. Bu necə baş verir? Xərçəng hüceyrəmiz deyir ki, insülin growth faktor 2 dediyimiz insülin growth faktor 1-ə oxşuyub, amma tam olaraq onun kimi funksiya yerinə yetirməyə proteinlər sintez edir. Və bu proteinlər özünün xüsusi adipose tissue, skeletal massasa, pankreasa təsir edərək, xüsusilə də ən maraqlısı odur ki, qaraciyərdə, həmçində hipofiz vəzində böyümə hormonundan insülin growth faktor 1-i də azaldır. Glikoneogenezi, glikogenolizi, ketogenezi azaldaraq qanda ketonun və glukozanın miqdarını aşağı edəcəkdir. Yəni bunun müalicəsi necə gedir? Xəstə əgər hipoglikemik vəziyyətə gəlibsə, ona antihipoglikemik müalicə gedəcək. Glukoza, glukokortikoid plus glikagon müalicəsi gedəcəkdir. Yəni xəstə stabil vəziyyətə gəldikdən sonra, yəni xəstə özünü tam yaxşı hiss etdikdən sonra anamnez toplanılır, xüsusilə də qeyd olunubdur. Yəni anamnez toplananda əgər desək ki, bir xərçəng şübhən varsa, hepatit şübhən varsa, yəni onu bir KT-yə və yaxud da məsləhətli olaraq MRT-yə göndərilir. Yəni səbəb tumor da olmasa, başqa bir səbəbi ola bilər. Yəni onun baxılması üçün. Əgər tumor varsa, müalicəsi necə gedəcək? Ya tumor rezeksiya etməliyik, yəni bir etolojik olaraq müalicəmiz bu qeyd olunur. Bir də simptomatik müalicəmiz var, patogenetik müalicəmiz yoxdur. Hələlik insülin growth faktorunun sintezinin qarşısını alması və yaxud da onun reseptorlarının bloklanmasına dair bir preparatlar mən hələ baxıb görmədim. Simptomatik müalicəmiz nədir? Glukoza, glukokortikoid plus glukagon. Hərəsinin, yəni xəstənin bunun bir vəziyyət cədvəli vardır ki, ona uyğun olaraq azaltma və artırma dozaları vardır. Hipoglisemiya, bir də Harrison aşağıda hipoglisemiya, lösemiya, mieloproliferativ hastalıqlar xüsusilə də deyir ki, kan aldıqdan sonra test tüpündəki glukoz tüketiminin artmasına sekonder yalancı hipoglisemi də yarana bilər. Yəni sırf xərçəng deyə də yəni para formada yarana bilər. Para kanser formada. Ən sonda və ən sonuncu olaraq adrenal yetərsizlikdir. Xərçəng müalicəsində kölgəsində gizli təhdidimiz olur. Yəni metastaz verdi, böyrək üstü vəzi götürdük və yaxud da bir xüsusi formalar olur.
bu götürülür, hormonal terapiya gedir və bəzi antikanser preparatlar vardır ki, böyrək üstü vəzə və yaxud da hipofizə təsir edərək adrenal yetməzliyi və ən sonunda adrenal krizlərə gətirib çıxarda bilir. Adrenal krizlərin simptomları nədir? Hipotansiyondur, hipoglisemidir, saç tökülməsi, bu qədər də emergency durum deyil. Bel ağrısıdır, qızdırmasıdır, qusmasıdır, diz ağrısı o qədər də emergency vəziyyəti deyil. Bu da bir xəstədir, xərçəng xəstəsi idi. Bunun metastaz verib adrenal böyrək üstü vəzlərinə yayılmışdı və böyrək üstü vəzini çıxartdıqdan sonra adrenal kriz fonunda belə bir arıqlama yaranmışdı. Dediyimiz kimi bunun diaqnostikası laborator üsullarla baxılır, araşdırılır. Yəni bunu müalicəsinə gəldiyimizdə müalicəsi yenə simptomatikdir. Çünki yerinə təzədən böyrək üstü vəzini köçürməyimiz qeyri-mümkündür hələ ki. Bəlkə son dövrlərdə transplantasiyası görülə bilər müəyyən bir səbəblərdən. Simptomatikası gedirilir. Glikokortikoid və inotropların, yəni epinefrin, norepinefrinin, xüsusilə də epinefrinin günlük dozası ilə glikokortikoidlərin pediatrik endokrinologiyada, xüsusilə də adrenal kriz fonunda gedərkən onun xüsusi olaraq azaldılması göstərilir. Yəni davamiyyət dozası günlük olaraq müəyyən edilmişdir. Bu qədər. Təşəkkür edirəm. Kimin sual varsa verə bilər. Bir də ən sonda dediyim maraqlı hissələr buradadır. Yəni maraqlı gələn məqalələr, yəni səbəblərini tam olaraq bilmədiyim məqalələri də bura yerləşdirmişəm.